Sən işə gecikmirsən? Ayaqlarım getmir. Bütün fikrimiz ikim qalbamısı Çingizin yanında. Ay Musa, sənə bir söz desəm hirslənməzsən. Ay sən ağlın işləmir. Sən bilmirsən nə deyirsən, nə demirsən. Bilmirsən nə edirsən mən hirslənərəm, nə edirsən hirslənmərəm. Allah hər ikinizə can sağlığı versin. Çingizlə səni deyirəm. İkiniz də barıt çəlləksiniz. Söz demək olmur ki. Müqəddimən belə uzun çəkdi. De görüm nə deyirsən. Qurban olum ay Musa. Sən böyüklük elə. Çingizin sözünə baxma. Anlamadım. Rəşid gilə gedin. Yox. Demirəm ki, Rəşid gilə get. Deyirəm nəzakətə zəng elə. 30 ildir gəlininizdir. Aranızda incilik olur. Aysun, heç məndən də. Aramızdan heç su da keçməyib. Xoş xasiyyət, üzü gülər. Düz demirəm? İndi insandır da. Hamı səhv eləyə bilər. Hirsi başdan səhv qərar verib. Sən böyüklük elə, zəng elə. Allah belə dərindən düşünəndə nəzakətli də elə də günah görmürəm. Şu insandır da, indi əsəbləşib səhv qərar verib. Mən onun dədəsinə hirslənirəm. Ki kişisən o, adamsan ha sən. Məhkəməyə getmək nə də? Qızığın ailəsində problem yaranıb. Gəl otur Çingizlə söhbət elə. Çingizlə söhbət eləmək istəmirsən. Zəng elə mənə, mən gəlim sənin əyağına. Oturaq, söhbət eləyək. Sözün mənədir. Ay sağ ol. Mən də elə onu demək istəyirəm də. Rəşidin səhvini nəzakətin ayağına yazmaq, ay Musa. Yekə-yekə uşaqları var. Ayıbdır ye. İstəyirsən mən yığım. Yox, özüm yığaram. Xəncərimin qaşı düşməyəcək. 100 dəfə, 1000 dəfə qabağıma yemək qoyub, çay qoyub, su qoyub. Ay qadın al. Deyək. Nəzakət, bacı qurban. Başlandı, başlandı. Uşaq-muşaqdan qutardıq. Axır gözləri hərəkətə gəldi. Kimdir ki? Kim olacaq? Ərinin ağsaqqalı, məsləhət verəni. Hacım nə deyim? O sağ burra adamdır, bir-birimizə həmişə hörmətimiz olub. Mən onun sözünü yerə sala bilməyəcəm axı. Çox hörmətli adamdır. Onun sözü hörmət olsaydı, Çingiz Arzunu evə gətirəndə gedib orada qırğın salardı. Mağmun olmayı bədbəxt. Yaş, gözləyir axı. Sən sus. Bir dəqiqə. Telefon açıb zırıldayacaqsansa açma. Bu da sən axşamki dör. Burnunu sallayıb Çingizin ayağına gedəsən. Özünü ucuz tutma. Yaxşı. Nəzakət salam. Nə var, nə yox, nəzakət? Necəsən, nə tərsən? Bilmirəm, ay Musa. Bilmirəm, neçəyəm. Allah şeytana lənət eləsin, Aynaz. Amin Musa, amin. Belə az da olsa sakitləşmisən, hirsin soyuyub. Bilmirəm. Gəl belə eləyək, Aynazı, bir təklifim var. Belə 3 gün, 5 gün, lap istəyirsən bir həftə gözləyək. Əsəblərin biraz da sakitləşsin. Ondan sonra mən Hicranı da, Vahid də götürüm gəlim. Bilirsən, Rəşid kişi ilə üz-üzə gəlmək istəmirəm. Baxma da, əziyyət çəkirəm, yaxşıdır. Lap belə nə Çingizin xəbər olsun, nə də ki Rəşid kişinin. Gələk biz, sən də götürək gətirək evimizə. Lal olma, danış. Sözünü kəs. İmkan vermə çox danışsın. Necə bilirsən bacı? Çingiz mənim qürurumu tapdalayıb Musa.
Nəzakəti fikirləşmirsən. Qardaşının şəxsi haqqında düşünürsən. Nazı, qurban sənə. Bəlkə mənim bilmədiyim nəsə var. Bəlkə nəsə var ki, Çingiz mənə deməyib. Mən bilmirəm axı Çingiz sənə nə deyib. Nəzakət, mənim bildiyim budur ki, sizin evinizdə problem Sultanın elçiliyindən sonra baş verib. O, sən götürüb Hicrana zəng edib ağlamışdın. Mən də durub getdim Çingizin yanına. O da mənə bunları dedi. Mən ondan başqa bir şey bilmirəm axı. Deyirəm ki, əgər sənin elə bir şey varsa ki, onu mən bilmirəm, sən onları mənə deyirəm. Nasıl qorxma, de. Ağzına gələn, dişinin dibindən gələn de. O səhvdir. Əsəbləşəndə sən də səhv eləyə bilərsən. Musa, mən bu illər ərzində bir dəfə də olsun sənin sözünü yerə salmamışam. Nə vaxt qapımdan içəri girmişəm, atamdan artıq dayanmışam qulluğumda. Ay qız, onları mən bilirəm, onları mənə təkrar eləmə. Mənim dediyim odur ki, sən mənə bilmədiyim bir şeyləri deyirsən. Hə Musa, bilmədiyin odur ki, qardaşın mən adam yerinə saymır. Bax, 4 uşaq mən böyütmüşəm. Bir uşaq Arzu. Bugün tərəzidə Arzu məndən ağır gəlir. Utanmadan, çəkinmədən gedib oturur Çingizin qabağında, elçilik söhbət eləyir. Hiçbir yadına salmır ki, axı Çingizin ailəsi var, arvadı var. Bilirsən niyə yadına salmır Musa? Ha? Bilirsən niyə yadına salmır, niyə vecini almır? Çünkü bu şəraiti ona qardaşın yaradıb. Özünün mənə adam yerinə qoymadığı bəs deyil. Bunu Arzuya da deyib. Ona görə uşaqlarımın yanında məndən necə istəyir elə də rəftar eləyir. Ağzına gələn deyir, təhqir eləyir. Bir bolcu səsimi çıxartmaq istəyirəm. Gedir, içim gəlir. İçəndə də gözünə cin şəhətin gibi görünürəm. Basır deyir mən. Qurban, sən elə söz dedin ki, dilim ağzım qurudu. Sən demə, məsələ mənim bildiyimdən daha da dəhşətliymiş. Gəl belə danışaq, qurban sənə. Sən biraz da evində otur. Biraz özünə gəl, biraz sakitləş. Mən də axşam gedərəm Çingizin yanına, belə böyük qardaş kimi necə lazımdır tənbəyin eləyərəm. Bağla, kəs onun səsini. Qız, niyə ağlayırsan, hə? Niyə ağlayırsan? O kimdir axı? Nə abırhaya gözləyirsən sən? Onsuz da sağ olan olub da, hə? Musa kimdir axı? Mənim işim var, gedirəm. Sən də keçi əl üzümü yu, sakitləş özünə gəl. Bu vəziyyətdə Şəbnəmgilə gedə bilməzsən. Qızlarını da özünə oxşadacaqsan. Allah sənin necə mağmın yaradıb, yanıb tökülürəm. Ne oldu ay Musa? Ne dedi? Mən gedim işədəyim. Axşam da gedəcəm Çingizin yanına. Sən də ged Arzu ilə danış, yaxşı? Sədək leyləndi. Haqqı var da balam. Haqqı var. Yalan demir ki. Ged Arzu ilə danış. O kirayə məsələsində də əgər nəsə problemləri varsa, narahat olmasın. Mənə desin, gəlsinlər bizim evdə qalsınlar. Vəssalam. Yaxşı. Arzu üzü yola adamdı. Elə bu da üzü yolu idi. Mənim insanlara inamım itib. Gördün nələr baş verdi? Ged Arzu ilə danış. Sonra da nə oldu, nə söhbət elədiniz, mənə xəbər elə, yaxşı? Yaxşı oldu.